Siz getdiniz Birləşmiş Ştatlara. Mən 2019-cu ildə MIT-nin bir onlayn proqramı var idi, MicroMasters proqramı. Massachusetts İnformasiya Texnologiyaları İnstitutu dünyanın ən yaxşı texnoloji universitetlərdən biridir. Mən o zaman satın almalarda çalışırdım. Tədarük zəncirinin idarə edilməsi də, supply chain management dediyimiz. Çünki Azərbaycanda iqtisadiyyatla pul qazanmaq olmur. Azərbaycanda iqtisadçılar bir dənə mərkəzi bankdadır. Başqa heç bir yerdə iqtisadçı tələb olunmur. Və iqtisadiyyat öz-özlüyündə mənim fikrimcə lazımsız bir yerə aparılıbdır. Həddən az çox riyaziyyata aparılıbdır. Riyazi modellərə aparılıbdır. Mənim fikrimcə iqtisadiyyat inkişaf riyazi modellərdən asılı deyil. Riyazi modellər sadəcə alətdir. Amma sən iqtisadiyyatı qurmaq istəyirsənsə, sən onun kökündə ilk öncə ideologiyanın fundamentin olmalıdır. Sən o ideologiya fundamenti, milli mədəniyyət və milli mənliyini anlayanda iqtisadi alətlərdən istifadə edərək o binanı tikə bilərsən. Əgər bunu edə bilmirsənsə, iqtisadiyyat heç vaxt kömək etməyəcək. İqtisadiyyat insan bədəni kimidir. Bizdə o qədər neyron bağlantılar var. Sən ayağa deyə bilməsən, ayaq sən niyə görə işləmirsən yaxşı? Ya da ki, əl sən niyə görə yaxşı işləmirsən? Yəni, bütün bədəndə hamısı bir-birinə bağlıdır. İqtisadiyyat da belədir. Hər bir şey bir-birinə bağlıdır deyənə nəyin nə gətirdiyini tapmaq çox çətindir. Demək, iqtisadiyyatla məşğul ola bilmirdim. Tədarük zənciri ilə məşğul oldum. Texniki, spesifik bir sahədir. Oranı bitirəndən sonra həmin bu proqram imkan verirdi ki... Nə qədər oldunuz orada? Orada olmadım, bu distant idi. Distant idi. Bir il ərzində mən onu bitirdim. Sonra Arizona Dövlət Universitetinə daxil oldum 2019-cu ildə. O da distant? Əslində distant olmamalıdır, sadəcə Covid gəldi. Coviddən qabaq siz düşündünüz ki, nəhayət ki, mən gedirəm əyani oxumağa və Covid gəldi. Onlar hər şeyi keçirdilər distanta, onlayn. Ona görə növbəti bir il yarımda gedəsi olmadım və onu da onlayn şəkildə bitirməli oldum.